Səbuh müəllim, deyək ki, turist gəlir Qəbələyə, buranın tarixi ilə tanış olur, təbiətini gəzir, zövq alır və milli yeməklərindən də dadır. Bəs asudə vaxtını necə keçirir başqa? Çalışırıq ki, siz deyən kimi rayona gələn istər yerli, istər xarici turistlər Qəbələnin gözəl təbiətindən bərabər burada öz məşğulluğunu da təmin edə bilsin. Bu məqsədlə, bax elə bugün burada olduğumuz bu kompleks adı stend açılığı kompleksi adlanır. Beynəlxalq standartlara cavab verən bir ərazidir. Bura yerli və xarici turistlərimizin ən sevimli yerlərindən biridir. Belə ki, burada onlar həm turist kimi iştirak edə bilirlər, həm də idman yarışı kimi özlərini sınayırlar. Bu ərazidə bundan başqa, konkret bu ərazidən deyərdim ki, beynəlxalq və respublika əhəmiyyətli idman yarışları keçirilmişdir. Ümumi liderimizin xatirəsinə həsr olunmuş tədbirləri keçirilmişdir və bu gün də burada beynəlxalq və respublika əhəmiyyətli yarışları ev sahibliyi edilir. Bəzi ölkələrin bu idman növü üzrə idmançıların təlim məşq toplantılarını məhz gəlib Qəbələdə qalıb və burada keçirilir.